İsrail Baş naziri Benyamin Netanyahunun bir neçə həftə öncə söylədiyi bu cümlələr yeni bir müzakirə yaratdı. 2700 illik olduğu iddia edilən Şiloah kitabəsi nəyə görə bu qədər önəmlidir? İsrail üçün hansı anlamı daşıyır? Daha mühüm hissə isə Türkiyə bu tarixi əsəri niyə indiyə qədər İsrailə verməyib? Bu mətndə Şiloah kitabəsindən başlayıb Qüdsün 400 illik Osmanlı hakimiyyəti dövrünə qədər uzanan geniş bir tarixi mənzərəni izah edəcəyik. Şiloah, Siloah və ya Silvan adları ilə tanınan bu əsər son zamanlarda tez-tez gündəmə gələn eyni kitabəni ifadə edir. 1880-ci ildə Qüdsdə tapılan və şəhərin altındakı qədim su tuneli ilə əlaqələndirilən bu 6 sətirlik daş kitabə İsrail tarixinin ən mühüm yazılı mənbələrindən biri hesab olunur. Netanyahu çıxışında bu kitabənin əhəmiyyətini Ölü dəniz yazmaları istisna olmaqla İsraildəki ən böyük arxeoloji tapıntı kimi ifadə edir. Bu çıxış etdiyi məkan da təsadüfi seçilməmişdi. Birləşmiş Ştatlar dövlət katibinin İsrail səfəri çərçivəsində Netanyahu ilə birlikdə Qədim Qüds, digər adı ilə Davud şəhəri adlanan arxeoloji ərazidə keçirilən mərasimə qatılmışdılar. Burada Hacılar yolu adlanan 2500 il əvvəl ikinci ibadətxanaya gedən insanların istifadə etdiyi tunel və yolların olduğu hissənin açılışı olmuşdu. Netanyahu məhz burada söhbəti Şiloah kitabəsinə gətirir. Çünki bu kitabənin hekayəsi olduqca maraqlıdır. Kitabə 1880-ci ildə Şiloah tunelinin içində aşkar edilmişdi. Finikiya yazısı ilə yazılmış mətn tunelin divarında yerləşirdi. Şəhər kənarında Drum vadisindəki Gihon mənbəyindən su təxminən 500 metrlik kanal vasitəsilə şəhərdə salınmış Şiloh hovuzuna yönləndirilmişdi. Daş kitabədə bu tunelin miladdan öncə 8-ci əsrdə çəkildiyi izah olunur. Kitabəni önəmli edən səbəblərdən biri də hadisənin Tövratda qeyd edilməsidir. Davudun nəvəsi Hizqiya Asur kralının Qüdsü mühasirəyə alacağı ehtimalına qarşı şəhərə su təmin edilən tunelin qazılmasına göstəriş verir. İşçilər tuneli hər iki tərəfdən qazaraq ortada birləşdirirlər. Kitabədə tunelin tamamlandığı gün daş yonanlar bir-birinə doğru vurdu və mənbədən hovuzadək su 1200 arşın boyunca axdı cümləsi yer alır. Kitabənin digər hissəsi isə 1880-ci ildə çıxarılarkən zədələndiyi üçün tam oxunmur. Daş kitabə 1882-ci ildə Osman Həmdi bəy tərəfindən İstanbula gətirilir. Netanyahu isə bu kitabəni göstərərək biz Qüdsdə hər kəsdən əvvəl var idik demək istəyir. Amma onun Şiloah vurğusuna tək məqsədi keçmişə işarət deyil. Burada həm siyasi, həm də dini motivlər var. Siyasi baxımdan İsrail Qəzzada misilsiz dağıntılara səbəb olan ağır hücumları davam etdirir. Minlərlə insanın su və qidada məhrum edilməsi beynəlxalq ictimaiyyətdə ciddi narazılıq yaradıb. BMT zirvəsində Britaniya və Fransanın Fələstini dövlət kimi tanımağı gözlənilir. Türkiyədə daxil olmaqla bir çox ölkə iki dövlətli həll mövqeyini açıq şəkildə dəstəkləyir. İsrail əvvəlcə bu izahları nəzərə almasa da, Qərb dövlətlərinin də eyni mövqeyə gəlməsi Təl-Əvivdən narahatlıq yaradıb. Netanyahunun Qüds bir daha bölünməyəcək sözlərinin əslində bu panikanın göstəricisi olduğu düşünülür. Bu açıqlamadan bir gün əvvəl isə Qətərdə İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının toplantıları keçirilmişdi. Prezident Erdoğan orada da liderlərlə iki dövlətli həllin vacibliyini müzakirə etmişdi. Dini motivlərə getdikdə Qüdsdə daha əvvəl iki böyük ibadətxana olmuşdu. Birincisi miladdan öncə 960-cı ildə Süleyman Peyğəmbər tərəfindən tikilmişdi və Babil kralı tərəfindən dağıdılmışdı. İkinci ibadətxana isə miladdan öncə 520-ci ildə inşa edilmişdi. 70-ci ildə Roma ordusu tərəfindən yandırılmışdı. Ortodoks Yəhudi inancına görə Məsih gəlmədən əvvəl burada üçüncü ibadətxana tikilməməlidir. Birləşmiş Ştatların Trump dövründə Qüdsü İsrailin paytaxtı kimi tanıması da bu ideoloji xəttin bir parçasıdır. Ortodoks Yəhudi inancına görə Məsih gəlmədən əvvəl burada üçüncü ibadətxana tikilməlidir. Birləşmiş Ştatların Trump dövründə Qüdsü İsrailin paytaxtı kimi tanıması da bu ideoloji xəttin bir parçasıdır. 1882-ci ildə İstanbula gətirilən kitabə ilə bağlı İsrailin tələbləri uzun illərdir davam edib. İlk dövrdə alimlər səviyyəsində başlayan müraciətlər zamanda hökumət səviyyəsinə qədər yüksələrək baş nazirlər və prezidentlər arasında belə müzakirə olunub.
Netanyahu 1998-ci ildə Mesut Yılmazdan kitabəni istədiyini iddia edir. Bu iddia rəsmi sənədlərdə təsdiqlənməyib və Yılmaz həyatda olmadığı üçün bunu doğrulamaq mümkün deyil. Sonrakı illərdə də İsrailin tələbləri davam edib. 2007-ci ildə Qüds meri Türkiyənin səfirindən kitabəni istəyib. Cavab xeyr olub. 2017-ci ildə İsrailin mədəniyyət naziri 2 fil verək, siz də bizə kitabəni verin deyə zarafatvari təklifdə edib. 2022-ci ildə İsrail mətbuatı Ankara razıdır xəbəri yaymışdı. Türkiyə isə dərhal təksib etmişdi. Türkiyənin mövqeyi aydındır. Kitabə İstanbula gətiriləndə Qüds Osmanlı torpağı idi və həmin dövrdə İsrail dövləti mövcud değildi. Bəzi tarixçilər İsrailin bu kitabə Qüdsün yəhudilərə aid olduğunu sübut edir iddiasını da qəbul etmir. Çünki Qüds 1517-ci ildən 1918-ci ilə qədər tam 401 il Osmanlı hakimiyyətində olub. Yəni hələ 80 ilə çatmayan bir dövlətin bura bizimdir və heç vaxt bölünməyəcək iddiası tarixi faktlarla uyğunlaşmır. İsrailin uzun müddətlik arxeoloji tapıntıları dini mətnlərlə əlaqələndirib özünə siyasi legitimlik yaratmağa çalışır. Sonra isə bu dini mənbələrə əsaslanaraq bölgədə hakimiyyət iddiasında olur və hətta soyqırıma çatan addımlar atır. Şiloah kitabəsinin hazırki durumu isə belədir. O, İstanbul Arxeologiya Muzeyində saxlanılır, lakin muzey binası hazırda təmir olunduğu üçün ziyarətə açıq deyil. Kitabə xüsusi bir ambarda yüksək təhlükəsizlik şəraitində qorunur. Bəzi mənbələr onun Milli İstihbarat Təşkilatı tərəfindən ən yüksək səviyyədə mühafizə edildiyini də bildirir. Netanyahunun heç kim tərəfindən tam təsdiqlənə və ya təksib edilə bilməyən iddiaları ilə yenidən gündəmə gələn Şiloah kitabəsinin hekayəsi qısaca belədir. Əgər Netanyahu keçmişdə biz var idik, indi də bura bizim olmalıdır deyirsə, onda Qanuni Sultan Süleymanın Fransa kralı 1. Fransuaya yazdığı məşhur məktubdan bir hissəni xatırlayaq. Mən ki Şamın, Hələbin, Misirin, Məkkənin, Mədinənin, Qüdsün, bütün ərəb diyarının və daha neçə ölkələrin sultanıyam. Əgər keçmişdə hakim olmaq bugün də haqq iddiası üçün əsasdırsa, o zaman biz də həmin torpaqlarda haqq iddia etməliyikmi?